Necə dəyişəcək? Üzün yorğun deyil, gözlərin yorğundur. Sən gözünə ceyran göz eləsən, bütün problemin həll olunacaq. Ceyran gözə dəhşət göstərişli bir gözlərin varsa. Ceyran göz məsləhət görürəm. Əgər dəyişim istəyirsənsə, üzündən bu yorğunluq ifadəsini getirməyini istəyirsənsə. Botoks məsləhət görürəm, gözümün ətrafı çox dəhşət qarışdı. Deməzdim yanağım düşüb, yanaqların özünün bayağı var. Biraz var buna ağız ətrafını məsləhət görürəm sənə. Dodaq? Bir də nə vaxtsa dodaq, niyə dodaq? Dodağın forması, belə loru dildə sənə başa salsam, qağayı, quş var, quş. Belədir, ortan belədir, qıraqların qalxıb. Bu orta belədir. Bu formadadır dodağın. Bu dodağın buralarını doldurmaq lazımdır ki, bu dodaq yığılıb balacası, yoxsa ağzın bu belə uzlamasına gedir. Bir də onu məsləhət görürəm. İndi hansı elə bilərik? Əslində ceyran gözə biraz onun nailiyyəti çoxdur. Mən də bilirəm ki, amma biraz da dəyişməyə. Yəni, nəzərində olsun, onsuz da 100% izləyirsən, baxırsan, əvvəl sonraları görürsən. Nə vaxtsa qərar verirsən, istəsən eləyə bilərsən. Botoks olsun. Botoks olsun. Ağız ətrafı elə bilirəm ki, doktor, nəsə baxırsa görürsə, belə saçım yadımı yığıram edirəm, üzüm aşağı gəlir, üzüm çox aşağı gəlir, məsələn, özümdə o şeyi görürəm də, əslində çox yanaqda xoşlamıram belə, çox belə yanaq, amma belə üzüm çox aşağı gəlir, elə bilirəm. Ya, buralığım çox ətlidir, gözümün altındandır. Gözümə görədir, qaralığı yadır, belə çökəkli, göz altı işıqdır olur. Böyür üstədir, profildir və səni tut bunu. Mən dedikcə sən, baba, bu düşübdür, bu da gəlib buradan azalamayalım, o səni elə göstərir. Ona görə. Yazım qiymətləri verir. Sən bax, gör sən büdcənə hansı uyğundur, bir çox prosedurları eləyir.